İlk növbədə Allahdan qorxmağı tövsiyə edirəm. Və təqva qəlblərin azüqəsidir. Yolun nurudur. Mömin üçün qəzəbində də, razılığında da tərəzidir, meyardır. Ona görə qorxun Allah Teala'dan və bilin ki, qəlb əgər təqva ilə, Allah qorxusu ilə dolarsa, haqq üçün yumuşalar. Allahın dininin qeyrətini çəkər, zülümsüz, ədavətsiz. Çünki təqva mömini mülayim edir, güzəştə getmədən, qüvvətli edir, sərtlik etmədən, nəsihət edən edir, təkəbbürlü etmədən və qeyrətli edir, zülm etmədən. Təqva ən xeyirli azıqədir, qayıdış günü üçün və qulun qəbrinə daşıya biləcəyi ən əzəmətli sərvətidir və xaliqinin önündə dayana biləcəyi, sahib olduğu ən qiymətli bir dəyərdir. وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى وَاتَّقُونِ يَا أُولِي الْأَلْبَابِ. Azıqa götürün özünüz üçün. Ən xeyirli azıqa Allah Teala'nın qorxusudur, təqvadır. Məndən qorxun ey ağıl sahibləri. Və sonra bilin ki, əzəmətli əxlaqlardan biri olan, hansı ki Rəbbimizə daha sevimlidir və əhlini də sevir. Onunla qəlbləri açır, bağlı qəlbləri, qıfıllı qəlbləri açır. Dağılmaqda olan evləri islah edir, dəvətə, nəsihətə bərəkət verir. O mülayimlik əxlaqıdır. Bəli, mülayimlik, yumuşaqlıq. Və mülayimlik heç də deyilən bir kəlmə deyil. Deyilsin, kesilsin, xeyr. Və ya iddia olunan bir zinət də deyil. Mülayimlik qəlbin nurudur. Dilin ədəbidir, davranışın hikmətidir, dəvətin rəhmətidir, mərhəmətidir, qəzəb anında ədalətdir. Deyir ki, sallallahu aleyhi və səlləm, mən yuhrimur rifqa yuhrimul xeyr. Kim mülayimlikdən məhrumdursa, o xeyirdən məhrumdur. Yəni məhrumdur xeyrin çoxundan. Əgər məhrumdursa mülayimlikdən, məhrumdur gözəl müamilədən, gözəl davranışdan, məhrumdur nəsihətin qəbul olmasından, məhrumdur dəvətin bərəkətindən, məhrumdur qəbləri fəth etməkdən. İnnə rifqa la yakunu fi şeyin illə zənə və la yunzə min şeyin illə şənə. Deyir ki, sallallahu aleyhi və səlləm, mülayimlik nədə varsa, onu gözəlləşdirər. Və nədən götürülərsə, onu çirkin edər. Bəli, mülayimlik sözün bəzəyidir, nəsihətin zinətidir, dəvətin, evlərin, tərbiyənin bəzəyidir, elmin yaxşılığı əmr edib, pislikdən çəkindirməyin zinətidir. Deyir ki, sallallahu aleyhi və səlləm, İnna Allaha rafiqun yuhibbur rifqa fil əmri kulli. Həqiqətən Allah Teala mülayimdir və hər bir işdə mülayimliyi sevər. Fikir ver, demədi bəzi işlərdə mülayimdir, bəzi işlərdə mülayimliyi sevər. Xeyr, əksinə hər bir işdə mülayimliyi sevər. Evində, məscidində, bazarda, dəvətdə, nəsihətdə, təlimdə, cahillə müamilədə, asiyə yol göstərməkdə, xəta edəni qaytarmaqda, hər bir işdə. Ona görə bir kəlmə ola bilər ki, deyəsən, lakin qəlbləri fəth edəsən. Və ola bilər ki, o kəlmə ilə qəlbləri bağlayasan, uzaqlaşdırasan özündən. Və neçə insan yaxın idi tövbəyə, lakin çobudluq onu uzaqlaşdırır. Və neçə cahil insan arzulayıb kimsə onu öyrətsin, lakin onu qınayan gəldikdə qəbul eləməyib. Və neçə asi insan Allah Teala fəth edib qəlbini deyilən o mülayim kəlmə ilə, sadiq nəsihətlə. Fikir ver, Allah Teala əmr edib Musaya, Haruna, ən əzəmətli tağuta qarşı, Firavuna qarşı desin, danışsın onunla mülayim, yumuşaq. O Firavun ki, deyirdi ki, ənə rabbukumul ə'lə, mən sizin böyük Rəbbinizəm. Elə deyirdi, deyir ki, fəqulə ləhu qavlə, fəqulə ləhu qavlən leyinə, ona yumuşaq söz söyləyin. Ləalləhu yətədəkkər o yaxşı, bəlkə o xatırlayar, öğüt götürər, qorxar. Harun Raşid bir dəfə Kəbəni tavaf edəndə bir kişi çıxır onun qabağına və gəlib bəzi rəvayətlərdə xəvariclərdən biri. Deyir ki, ey əmir əl-möminin, mən səninlə danışmaq istəyirəm, nəsihət etmək istəyirəm və nəsihətimdə şiddət var, çobudluq var, yəni qulaq as mənə. Deyir ki, ona lə və lə ni'mətəyin. Deyir ki, xeyr, əsla yəni bu yol verilməzdi. Allah Teala Peyğəmbərini məndən daha xeyirli olanı, məndən daha şərli olanın yanına göndərib, ona belə xitab etməyi əmr eləməyib. Yəni demək istəyib ona ki, sən nə qədər xeyirli olsan da, salih olsan da, hansı dərəcəyə çatsan da, Musa ilə Harunun dərəcəsinə çata bilməzsən. Və mən nə qədər şər olsam da, asi olsam da, Firavunun dərəcəsinə çata bilmərəm. Lakin Allah Teala əmr edib Musa ilə Haruna ona qarşı mülayim davranmağı. Bu əgər Firavunla müamilədə belə idisə, gör xəta etmiş,
Müsürlü bir Müslümana, bir insana karşı necə olmalıdır? Necə olmalısan nəsihətində cahil olan bir insana karşı, kardeşine karşı? Ona göre öğretmeliyiz ailelerimizi, evladlarımızı, Müslümanların cavanlarını necə şəriət əmr edib davranan insanlarla. فَبِمَا رَحْمَةٍ مِنَ اللّٰهِ لِنْتَ لَهُمْ وَلَوْ كُنْتَ فَضًّا غَلِيظَ الْقَلْبِ لَنْفَضُّوا مِنْ حَوْلِكَ. Allah'ın rəhmətiyle onlara karşı mülayim oldun. Eğer çobud, sert qəlbli olsaydın etrafından dağlardılar. Ona göre bak, eğer çobudluq davette fayda verseydi, Peygamber sallallahu aleyhi ve sellem en layık olanıydı ona. Lakin Allah Teala haber verdi ki çobudluq, sertlik ona fayda vermez. Əksinə insanlara etrafından dağıdar, hidayet etmez. Ona göre deyirdi ki sallallahu aleyhi ve sellem yasiru ve la tuassiru, asanlaştırın, çetinleştirmeyin. Ve beşşiru ve la tunaffiru, müjdeleyin, kaçırmayın. Ona göre yalnız sertliği bacaran, başka hiçbir şeyi bacarmayan fəqih olabilmez. Fəqih değil o. Eğer dəvətçi yalnız sesini yükseltmeyi bacarırsa, qışqırmağı bacarırsa, o dəvətçinin dəvəti uğurlu olabilmez. Nəsihət edən eğer qəlbləri qırırsa, onun nəsihəti qəbul olunmaz. Əksinə, fəqih odur ki, sərtliyin de yerini bilir. Harada sərtlik etmək lazımdırsa yerini bilir. Harada mülayim olmaq lazımdırsa yerini bilir. Və kim cəm edibsə, haqla rəhməti, sünnə ilə hikməti, o müvəffəqdir. Peygamber sallallahu aleyhi ve sellem məscidə gelmiş bir bədəvi ərəbə qarşı müamiləsinə bax. Məscidə bir xəta etmiş və insanlar onu azlamaq istəyəndə onu çobudluqla qarşılamır. Əksinə öyrədir onu, yönəldir, deyir ki hesabına siz asanlaştıran olarak gönderildiniz, çətinləşdirən olarak gönderilmədiniz. Bəli, bu Peyğəmbərlik mədrəsəsiydi, haqqıydı, zulümsüz, nəsihətiydi, rüsvay etmədən, inkar edirdi, intikam almadan, eyrətini çəkirdi dini, nədəvət aparmadan, kin saklamadan. Mülayim idi, lakin göz yumurdu xətaları. Mülayim idi, görmezden gelmirdi, yumuşatmırdı xətaları. Ona göre de kardeşler bilin ki mülayimlik zayıflık değil, ne de korkaklık değil, ne de hakkı terk etmek değil veya batile susmak değil. Əksinə mülayimlik hakkı hikmətle deməkdir, rəhmətlə nəsihət etməkdir, öyrətməkdir bəsirətlə, yaxşılığı əmr edib pislikdən çəkindirməkdir, lakin bəsirətlə, elmlə. Udu ilə sabili rabbikə bil hikmə vel mev'izetil həsənə. Deyir ki Rabbin, Allah'ın yoluna, Rabbinin yoluna dəvət et hikmətlə, gözəl muizə ve qulu linnâsi husna, insanlara güzel söz deyin. Ve tevasav bil haqqi ve tevasav bis sabr. Hakkı tövsiye edin, səbri tövsiye edin. Bu göstərir ki təkcə hakkı tövsiye etmək kifayət eləmir, əksinə səbr etməlisən hakkı tövsiye etdiklərinə, dəvət etdiklərinin sənə qarşı olan əziyyətinə, səbr etməlisən cahilə, səbr etməlisən nəsihətində, səbr etməlisən ağır nəfslərin, xasiyyəti olanların xasiyyətinə, davranışına. Ali radiyallahu anhu deyərdi ki, həddithun nəsə bimə yərifun. İnsanlara bildiklərini danışın. Ətuhibbunə yukəddibəllahu və rasulə. İstəyirsinizmi ki, Allah və elçisini yalanlasınlar? Abdullah ibn Məsud radiyallahu anhu deyirdi ki, qövmlə danışanda bir qövmlə, onlarla elə danış ki, onların ağıllarının başa düşdükləri olsun. Çünki bəzi insanlar onlara danışdıqda fitnədən əmin ola bilmirsən, fitnəyə düşürlər. Ona görə dəvət, heç də mücərrəd söz söyləmək deyil, söz dedin, getdin, yox. Əksinə bilməlisən dəvət etdiyinin əhvalını, insanların halını, onların qəlblərinə qarşı mərhəmətli olmalısan, həris olmalısan hidayətinə. Lakin necə ki, çobudluq din deyil, eləcə də mülayimlik göz yummaq deyil. Kiminsə xətalarını görüb keçmək deyil, görməzdən gəlmək deyil. Necə ki, çobudluq nəsihəti fəsad edir, eləcə də batilə susmaq fəsad edir, dəvəti fəsad edir, cəmiyyəti fəsad edir. Ona görə də mühüm bir məsələni hamı bilməlidir ki, mülayimlik o demək deyil ki, müsəlman qəzəblənmir, heç vaxt, yox. Və o demək deyil ki, susur zəlalətə, azğınlığa, bidətə. Mümin bəli qəzəblənmir öz nəfsi üçün, intiqam almır öz nəfsi üçün, öz havası üçün, təkəbbirli olmur nəfsinin payına görə, sərt olmur nəfsinə görə, öz mənafeyinə görə, lakin qəzəblənir əgər Allah Taala'nın haramları pozulursa. Dinin qeyrətini çəkir, münkəri inkar edir, bidətdən, zəlalətdən çəkindirir. Bir ki, Ayşə radiyallahu anhə, Peyğəmbər sallallahu aleyhi ve sellem heç vaxt öz nəfsi üçün intiqam almayıb, lakin Allah Taala'nın haramları pozulduqda Allah üçün intiqam alardı. Budur meyar, budur tərəzi ki, nəfs üçün qəzəblənmə, lakin Allah'ın haramları pozulduqda susma, sakit dayanma. Çünki din nəsihətdir. Və dedilər, ya Rasulallah, kimin üçün? Dedi ki, Allah üçün, kitabı üçün, elçisi üçün, müsəlmanların rəhbəri üçün və rəiyyəti üçün. Və o Peyğəmbər
Hansı ki deyib bu sözləri ilk özü də çəkindirib. Və din nəsihətdir, bəli. Lakin bu nəsihət elimsiz olanda cahilliyə çevrilir. Və bu nəsihət əgər onda rəhmət yoxdursa, sözsüz ki onun yerini kobudluq, səhvliyə alacaq. Əgər ədalət yoxdursa zülm alacaq. Əgər ixlas yoxdursa nəfs ortaya girəcək. Deyib sallallahu aleyhi və səlləm, sizdən biriniz bir pis əməl gördükdə, bir münkər gördükdə onu əli ilə dəyişsin. Sözsüz ki bu əmr sahiblərinə aiddir. Və kim bacarmırsa dili ilə, və kim bacarmırsa qəlbi ilə, və bu da ən zəif imandır. Və çəkindirib bidətdən, deyib ən şər işlər, yeniliklərdir yəni dində və hər bir bidət zəlalətdir. Və deyib ki kim bizim işimizə ona aid olmayanı qatmaq istəyərsə rədd olunar. Və kim bizim əməlimizə aid olmayan bir əməl edərsə rədd edilər. Ona görə mülayimlikdən deyil ki insanları tərk edəsən, batildə qalsınlar. Və rəhmətdən deyil ki susasan, zəlalətdə qalsınlar. Və hikmətdən deyil ki bidəti olarsan, bəziyəsən, don geydirəsən. Və batilə susasan, və batilə susmaq səbir deyil. Batilə rədd etmək, tərk etmək mülayimlik deyil. Onu nə adlandırsalar da, hörmətli ixtilaf adlandırsalar da, bu fiqh deyil, dini başa düşmək deyil. Vacib olan odur ki inkar edəsən ilimlə, ədalətlə, hikmətlə, rəhmətlə, zülm etmədən, söymədən, təkəbbürlü etmədən, intiqam almadan. Bəli, haqq deyilir, batil inkar edilir, bidət çəkindirilir, lakin əhl-i sünnənin əxlaqı ilə, zahirlərin, kobudların əxlaqı ilə yox. Və əhl-i sünnə insanların ən rəhimlisidir. Onların hidayətinə həris olan ən həris insanlardır. Və zülümdən, həddi aşmaqdan ən uzaq olanlardır. Bəli, haqqı deyirlər. Allah üçün heç kimin qınağından çəkinmirlər. Lakin haqqı təkəbbürlü üçün qamsı eləməyiblər. Sünnəni müsəlmanları alçatmaq üçün körpü etməyiblər. Kim haqdan rəhməti cəm edibsə müvəffəqdir. Və kim haqq danışırsa, lakin mərhəmət yoxdursa onda islah etmək istədiyini də fəsad edir. Kim dəvət edirsə və iddia edirsə ki dəvət edir, lakin batilə susursa o rəhm etmir, o mərhəmət etmir. Əksinə zülm edir, nəsihətində xəyanət edir, zənn etsə də ki rəhm edir. Din bəli rəhmət dinidir, haqq dinidir, dəvət hikmət, ədalət dəvətidir. Yaltaqlıq, gözdən gəlməzdən olmaq üçün qurulmuş bir dəvət deyil. Sünnət nurdur, hüccət sərtliyi deyil, sünnət hidayətdir və mülayimlik ən gözəl şeydir bu dəvətdə. Və heç də güzəşt etmək üçün bir örtü deyil. Ona görə dəvət edən, nəsihət edən birinci dilindən qabaq qəlbinə qayıtmalıdır. Danışmamışdan qabaq kəlmələrini ölçməlidir. Baxmalıdır ədalət tərəzisində, elmlə, ədalətlə danışır yoxsa yox. Xatırla ki, insanlar səndən hidayət istəyir. Onları məğlub etmək yox. Xatırla ki, dinə görə qəzəblənirsənsə, o qəzəbində nəfsindən pay olmamalıdır. Mülayimlik iddia edirsənsə, mülayimlik haqda yumuşalmağa sövq etməməlidir sənə. Haqdan keçməyə sövq etməməlidir. Bəli, insanlar ehtiyac duyur ki, onları kimsə mərhəmətlə haqqa çağırsın, lakin kobudluqla parsalamasın. Və dedi ki, neçə qəlb bir kəlmə ilə Allah Taala fəth edib. Neçə asilər sadiq, səmimi nəsihətlə qayıdıb. Neçə cahil onları mülayimcəsinə öyrədəndən sonra sünnətə qayıdıb. Lakin eyni vaxtda dedi ki, müsəlman üçün mülayimlik pərdə olmamalıdır. Batilə susmağı üçün pərdə olmamalıdır. Və nə xoşbəxtdir o kəs ki, cəm edib üslubunda mülayimliyi, qüvvətlidir dinində, sadiqdir, səmimidir, nəsihətində, ədalətlidir, inkarında, rəhimlidir insanlara qarşı. Allahım bizi dilimizdə, əməlimizdə müvəffəq et, haqqa, mülayimliyə, mərhəmətə, Allahım dəvətimizi hikmətli et, nəsihətimizi səmimi et, inkarımızı ədalətli et. Allahım bizi haqq və rəhmət əhlindən et, sünnə və hikmət əhlindən et. Allahım qəblərimizi, dilimizi, ailəmizi, övladlarımızı islah et. Müsəlmanların əhvalını düzəlt. Harada zəif müsəlmanlar varsa onlara kömək ol. Acılarını doyur, zəiflərinə kömək ol. Allahım ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qoru, ölkə başımızı qoru. Onu xeyirli işlərə müvəffəq et. Ətrafında ona xeyirli dəstək olan insanları cəm et. Xain, məkirli, şər insanları ondan uzaq et. Bizi eşidir faydalarından et.